Müharibədə sizə ən çox təsirləndirən məqam nə olub, xatırlayırsınızmı? Şəhidlərimiz haqqında danışmaq istəyərdim. Mən orada Gizir rəhmətli Səmədov Səbuhi bizlə yoldaş idi, güclü, savadlı tank komandiri idi, tankçı idi. Biz ondan daimi texnikanın sirlərini öyrənirdik. O döyüşə girməmişdən bir gün əvvəl döyüşə cəlb olunacaq əraziyə yaxınlaşan zaman yolda onun texnikasını vurmuşdular və mexaniki onun ağır yaralanmışdı, özü də xəsarət almışdı. Mexanikin rəhmətli Ağayev Ramik Təhsinoğlu bizim üçün gözəl yoldaşımız idi. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Güclü sürücü idi, savadlı mexanik sürücü idi. O hərbi hospitala yerləşdirildi. Amma Gizir rəhmətli Səmədov Səbuhi isə o döyüşlər, o yaralanmanın, xəsarətin onun üçün ciddi bir təsir göstərmədiyini nəzərə alaraq və növbəti günü döyüşlərə qatıldı. Və döyüşlərə qatılan zaman düşmənin əks hücumunun müdafiə olunmasında biri bacarığını necə lazımdır göstərdi, döyüşdü və döyüşən zaman növbəti xəsarət aldı və xəsarət nəticəsində şəhid oldu. Allah cəmi şəhidlərə rəhmət eləsin. Bu mənim üçün ən yadda qalan anlardan biridir və digər şəhidlərimizin, biz digər bölmələrlə döyüşmüşük. Ad soyadını bilməsəm, necə döyüşərək, tələsərək, irəliləyərək mən onların hissin, həyəcanının şahidi olmuşam. Bu mənim üçün böyük qürur olub. Və onu da qeyd edeyim ki, həmin döyüşlər zamanı bizim yüksək rütbəli zabitlərimiz də yanımızdaydı. Onlar da bu döyüşdə iştirak edərlər və onlardan da şəhid olanlar oldu.